Amerika İrana hücum etməyə hazırlaşır. Belə ki, son günlər həm Vaşinqton, həm də İran rəsmiləri bir-birlərinə qarşı sərt bəyanatlar verir, mümkün müharibə ssenariləri gündəmə gəlir. İndi ən aktual sual budur. Amerika həqiqətənmi İrana hücum edəcək? Əgər bu baş verərsə, Azərbaycan olaraq biz də narahat olmalıyıq. Bu prosesdə Azərbaycanı hansı təhlükə gözləyir? Əlbəttə bizim üçün narahat edici faktdır. Ona görə bizim orada 35 milyona yaxın, bəzi rəqəmlərə görə 38 milyon Azərbaycan qaçqınlar ola bilər, insan tələfatı ola bilər. Bu, ümumiyyətlə, regionumuz üçün arzu olunan haldır. Amma son məlumatlara görə, mən mətbuatı izləyirəm, son məlumatlara görə Xarici İşlər Naziri İranın danışıqlar aparmağa hazırdır Amerika tərəfi ilə. Amerikada danışığa getmək istəyirdi. Bu məsələni biz siyasi yolla həll eləyək. Hər halda siyasi yolla həll edilsə daha yaxşı olar. İranın nüvə silahına sahib olması çox dəhşətli bir hal ola bilər. Onu yol vermək olmaz. Amerikada buna çalışır. Mən belə başa düşürəm ki, axırda son nəticədə sağlam düşüncə, siyasi danışıqlar yolu üstün olacaq. Orada nə qədər soydaşlarımız var. Bunu istəməzdi heç vaxt olsun. Amerikanın da bu dəqiqə siyasətindən heç başlaşmaq olmur. Ukraynaya qarşı nələr eləyirlər, Rusiyaya qarşı eləyirlər. Əlbəttə ki, istəyərdi sülh olsun. İran da bizim yaxın qonşumuzdur. Millətimizin yarısı oradadır, daha çox oradadır. İstəməzdik bir müharibə olsun. Sülh istəyərdi olsun. Yox, heç bir narazılığı yoxdur. Azərbaycan var, dəmir yumruq var, həmişə də yaxşı olacaq. İrandır da. Orada xeyli sayda soydaşlarımız var. Narahat olmalıyıq mı? Yox, onlar belə bir narazılıq, yəni ki, onlar bizim qardaşlardır. Nə vaxt lazım olsa biz onlara kömək edə bilərik. Sizcə Amerika hücum edə bilərmi İrana? Necə düşünürsünüz? Neçə ki, Türk dövləti var, Amerika heç bir yerə də hücum edə bilməz. O indi siyasətdir. Mənim bu siyasətdən elə bir anlayışım da yoxdur. Amma soydaşlarımıza əlbəttə ki, nəsə olmağı heç ürəyimiz olmasın. 30 milyondan artıq soydaşımız yaşayır. Olmalıyıq, bəli. Həm də kömək eləməliyik, yardım eləməliyik. Sizcə müharibə ola bilərmi həqiqətən? Mən inanmıram. Amerika-İran münasibətləri son demək olar ki, 40 ildə daha gərgin vəziyyətə gəlib. Bunun əsas səbəblərindən biri də Suriyada olan münasibətlərə İranın aidiyyəti olmadan qoşulmasıdır və hal-hazırda da Suriyada var olmasıdır. Hərb olaraq, güc olaraq var olmasıdır. Amerikanın ən yaxın dostu olan İsrail dövləti ilə İranın son zamanlar münasibətlərinin kəskinləşməsi hardasa belə proqnoz verilmək məcburiyyətində yaradır ki, bəli, haçansa Amerika İrana müdaxilə edə bilər. Bu müdaxilə eləməsi mən düşünmürəm ki, birbaşa hərb vasitəsilə olacaq. Çünki İranın tərkibində sistemli şəkildə siyasi sisteminin özündə kifayət qədər qüsurlar var ki, onu daxildən parçalamaq mümkün olsun. Azərbaycan olaraq narahat olmalıyıq, əlbəttə ki, olmalıyıq. Çünki İranda bizim 40 milyona yaxın Azərbaycan türkümüz yaşayır, özümüz yaşayırıq demək olar ki. Bu baxımından biz çalışdığımız qədər müstəqil Azərbaycan olaraq bu münasibətlərdə elə bir mövqe tutmalıyıq ki, bir tərəf mövqe tutmalıyıq, tarixin axımına buraxmalıyıq. Ümumiyyətcə, müharibə olan hər hansısa bir ölkə fərq eləmir. İran olsun, Azərbaycan olsun. Məncə, normal insan üçün müharibə yaxşı bir şey deyil. Narahat olmaq lazımdır. Yəni, əlimizdən nə gəlirsə eləməyə də hazır olmalıyıq. Yəni, tək vətəndaşlarımız üçün, soydaşlarımız üçün deyil, ümumiyyətcə, yəni hücum eləməyəcək. Çünki hal-hazırda belə deyək də, qüvvələr bu çox güclüdür. İranda, Rusiyada, atom müharibəsi, yadr müharibəsi falan olmayacaq. Sadəcə biraz qorxu yükü gəlirlər.